edirik, hörmətli tamaşaçılar. Azercell Telekom gənc qızların IT və İKT sahəsində inkişafını dəstəkləməyə davam edir. Uğur qızlarımızın da təşəbbüsü çərçivəsində kompüter elmləri və informasiya təhlükəsizliyi ixtisasları üzrə ən yüksək bal toplayan tələbələrlə görüş keçirilib. Azercell'in hüquq və data strategiyası üzrə baş direktoru Şirin Əliyeva bildirib ki, gənc qızların uğurları onların şəxsi nailiyyətləri və ölkənin rəqəmsal gələcəyinə töhfədir. Biz onların potensialını reallaşdırmağa dəstək olmağa hazırıq. Korporativ və marketinq ünsiyyət vasitələri departamentinin direktoru Sona Abbasova tələbələrə qadınların inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İstedadların idarə edilməsi və biznes partnyorluğu şöbəsinin rəhbəri Vüsali Həsənova isə öz növbəsində şirkətin tələbələrlə sıx əlaqəni davam etdirmək və onlara gələcək peşəkar inkişaflarına töhfə vermək niyyətində olduğunu vurğulayıb. Görüşdə tələbələrə dəyərli hədiyyələr və Digimax 10 tarif paketinə 1 illik abunəlik təqdim olunub. Qeyd edək ki, tələbələrin siyahısı Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunub.